ki, bax, bu qədər inkişaflardan, insanların problemindən daha doğrusu danışarkən bir tərəfimizdə elə sizin az öncə xatırlatdığınız, amma yəni sətiraltı xatırlatdığınız bir böyük səs-küylü bir həbs var. Adının Əhmədzadə həbsi var. Yəni insanlar fikirləşirlər ki, mənim ölkəm, mənim neftim, mənim sərvətim, yəni mənim deyərkən tam çünki xalqın sərvətidir bu məlum ifadədir. Amma eyni zamanda da onu çox rahat şəkildə istismar edən, Rusiya ilə işbirliyinə gedən, lazım olanda xloridin qatan neftə bir başqa bir adam hansı ki, cah-cəlalınla, evinlə, eşiyinlə, pulundan və belə deyək, lüks həyatından öyünürdü uzun illər boyunca Azərbaycan insanının qarşısında. Hə, indi yıxılana balta vurmaq məsələsi kimi klişeni qoyaq qırağa, amma dövlət bu məsələdə zamanında niyə müdaxilə etmədi sualları var ortada. Yəni belə bir adamın uzun illər boyunca həm cah-cəlalı həyat yaşayıb, baxmayaraq ki, son zamanlarda artıq Sokarda çalışmırdı, tamam fərqli azad sahibkar kimi fəaliyyət göstərdi, amma Sokarada bağlılığı var idi. Bu məsələdə biz bütün həyatımız boyu, xüsusən son neçə ildə rüşvətxor məmurları, qudurğan məmurların həbsini və onların dövlətdən oğurladıqlarını görüb izləməklə keçiririk. Bu o qədər də xoş bir tendensiya deyil, amma təkrarlanır da və qarşısı da alınmır. Yaxşı, bu məsələ və baş prokurorda 2 artıq həftədir ki, prosesdən keçib bizə hələ də onun hansı maddə ilə ittiham olunduğunu demirlər. Sadəcə evlərinin, mülklərinin siyahısını çıxardırlar, fotoları yayırlar, maşınlarının fotosunu yayırlar. Biz də izləməkdəyik, amma bilmirik nə baş verir. Normaldırmı bu sizcə? Yox, əslində bunlar hamısı hüquqi çərçivədə həyata keçirilən addımlar olmalıdır və indi bu deyirsiniz yıxılana balta vurmaq olmaz, zarafatla deyirəm. Yox, son tendensiyalarda bizdə elə yıxılmayana da balta atanlar oldu. Ona görə də bu balta məsələsinin də mahiyyəti biraz dəyişdi. Amma bütövlükdə ictimai mahiyyət daşıyan bütün məsələlərin müzakirə olunmasında qəbahət yoxdur. Yəni ki, o şey ki, büdcə ilə bağlıdır, büdcə oğurluğu ilə yaxud da hansısa bir şəkildə dövlətin strateji məhsulunun satışında dövlətin nüfuzunu zədələməklə bağlıdır. Bu məsələlər təbii ki, müzakirə olunmalıdır və buna da cəmiyyətə bir aydın mesajlar verilməlidir. Bu məsələlər qapalı məsələlər deyil, yəni bu açıq şəkildə göstərilməlidir. İndi bu cür ümumiyyətlə Azərbaycanın təşəbbüskar, qabiliyyətli adamlarının dünya deyək ki, hansısa bir şirkətləri ilə əməkdaşlıq eləməsi, bank sistemində olması bizim üçün əslində normal bir şeydir. Bu olmalıdır. Lobbiçilikdir bu həm də hansısa bir ölkənin siyasətinə təsir eləməkdir. Belə adamları ilə biz birdən-birə özümüzün yoxsul məntiqimizlə linç eləmək yolunu seçməməliyik. Amma konkret bu heç kimə də bu qədər cinayət törətmə lüksü verməməlidir. Yəni kimsə elə ona görə gəlir ki, pullu adamın da məsuliyyətsizliyi yoxsulun məsuliyyətsizliyi ilə eyni düz mütənasibdir. Yəni burada bir fərqlilik heç nə yoxdur. Amma vurduğu ziyanın vurduğu ziyanın biraz fərqi var, amma vurduğu ziyanı da bu Cəlal Şəngörün bir əsəri vardı. Deyir, sənin cahilliyin məni etkiləyir. Yəni sən ola bilsin ki, söz cahilliyindən zövq ala bilərsən, amma sonda gəlib bu bütün yaşadığımız zamanda təsiri gəlib mənə də çıxır. İndi ona görə də hamının bir-birinə, elə bir ki, hamımız bir-birinə bir millətik, bir dövlətin vətəndaşlarıyıqsa, hamımızın bir yerdən əydiyimiz tərəzi o tərəzinin düzgün göstərməməsinin səbəbi olur. Ona görə də bu cür cinayətlər isə böyük maştablı cinayətlərdir. Buna səbəb ola biləcək bütün məsələlər ciddi araşdırılmalıdır. İndi istintaq altında olan insanla bağlı mən hansısa bir açıqlama verməm doğru olmaz. Çünki işin mahiyyəti ilə bağlı dərindən bilgiyə sahib deyiləm. Həm də təqsirsizlik prezumpsiyası var. 4 aylıq həbs imkan verir. Bəlkə adam 4 aydan sonra çıxıb deyəcək ki, mən hansısa bir əsasla bunu eləmişəm. Ona görə bu məhkəmə prosesini gözləmək lazım. Bu normaldır mı? Məsələn, heç bir informasiyasızlığın olması. Məsələn, baş prokuror ümumiyyətlə danışmır. Orada hüquq mühafizə orqanları hansı maddələr üzrə onun ittiham olunduğu ilə bağlı məlumat var. Amma ard-arda dosyalar yayılır. Yəni nələr edib, onun da belə detallar yayılır. Belədir. İndi bu son vaxtlar biz Türkiyə mediasında izləyirik və orada da adam həbs olunur. Hələ istintaq iddianamə hazır deyil, amma adamın deyək ki, hansısa bir ifadə verməyi artıq mətbuata sızır. Bu sızırsa, demə bu hardansa ötürülür. Yaxud da kameralar məsələsi, bir də görsən hansısa bir hadisənin kamerası sızır mətbuat. Əslində bunlar olmamalıdır. Çünki bu insan haqqında onun sabah mühakimə olunacağı vəziyyətdə onun üçün bir dezavantaj yaradan və onun hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər. Amma bütün hallarda burada vurulan ziyanla bağlı
Çünki bu dövlətlə bağlı məsələdir. Bizim müəyyən təbii ehtiyatlarımızın hansısa bir istehlakı ilə, dünya bazarına çıxışı ilə bağlı məsələdir və xaricdə yaradılan müəyyən şirkətlərin fəaliyyəti ilə bağlıdır. Bununla bağlı açıq müəyyən məlumatlar, mümkün olan məlumatlar, istintaqın gedişinə mənfi təsir eləməyən məlumatlar mütləq ictimaiyyətə verilməlidir. Çünki əgər bir cinayətkardan, bir dövlət əmlakını mənimsəmədən söhbət gedirsə, bu dövlətin vətəndaşı bununla bağlı bilgi almağa haqqı çatır və bunu da tələb eləməyə haqqı çatır. Ona görə də mən yenə də onun üzərində dururam ki, ölkə prezidentinin israrla vurğuladığı ictimai nəzarət mexanizmini, qapısını bağlayanları biz mütləq o qapını döyəşləyib açmalıyıq. Hər sahədə ictimai nəzarət olmalıdır. Bu, millət vəkilindən tutmuş, bürokrata qədər o nəzarət mexanizmi olanda bu olmadı. Məsələn, hər bir universitetdə, hər bir məktəbdə, hər bir müəssisədə, nazirlikdə ictimai şuralar yaradıldı. İctimai şura hərə özünə uyğun, məqbul adamları ictimai şuranın tərkibinə bir çox hallarda daxil elədi və biz ictimai şuraların hansısa bir şəkildə, hansısa bir neqativlərlə bağlı açıqlamalarını izləyə bilirsinizmi? Yəni, halbuki bu, əslində, orada olan mənfi tendensiyaları aşkara çıxartmaq üçündür. Ona görə də biz bu mexanizmi işlətmədiksə, Adnan Əhmədzadələr də çox yenidən çıxacaq üzə, başqaları da çıxacaqdır və biz bu dövlətimizin imicidir. Məsələn, bir dənə bizim əsas nədir, gəlir mənbəyimiz hardandır? Neftdən 90%. İndi neft üzərindən bizim hansısa bir şəkildə imicimizə zərər dəyməsi bizim həm də sabah gəlirimizin azalması deməkdir. Hamımızın cibinə təsir göstərən. Hardasa cərmələr ödəmə deməkdir. Hansısa bir ölkəyə nəyəsə bir ziyan vurmuşuq, şirkətə ziyan vurmuşuqsa, bunun ziyanın məbləği var. Daxildə deyil ki, bunu biraz örtbas eləyəsən, amma xaricdə bunu ödəməlisən. Bu da kimin cibindən gedəcəkdir? Yenə büdcədən gelirsə vətəndaşın. Biz elə eləməliyik ki, bu mexanizm işlək mexanizmə çevrilməsin, vaxtında bu görülsün.